Magistratura ali təhsilin ikinci pilləsidir və daha dərin ixtisaslaşma üçün bir sıra imkanlar yaradır. Bəzi işə götürənlər magistr diplomunu nəzərə alsalar da, çox vaxt təcrübə və bacarıqlar daha ön planda olur. Xüsusilə dövlət qurumları və akademik sahədə fəaliyyət göstərmək üçün magistr dərəcəsi vacib şərt kimi qəbul olunur. Ümumiyyətlə, magistratura pilləsi üzrə təhsil almaq nə dərəcədə vacibdir? Təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun fikrincə, ali təhsil müəssisələrinin magistratura pilləsində tətbiq olunan tədris proqramları əmək bazarının tələblərinə cavab vermir. Ekspert bildirir ki, hazırda magistr təhsili keyfiyyət baxımından zəifdir və bakalavr pilləsindən əhəmiyyətli dərəcədə fərqlənmir. Amma xarici təcrübədə magistratura mərhələsi daha ixtisaslaşmış və istiqamət verici formada olur. Ümumiyyətlə, dünya təcrübəsinə görə daha çox magistratura gələcəkdə elmi tədqiqatla məşğul olmaq istəyən, elmi fəaliyyətlə məşğul olmaq istəyən şəxslər üçün maraqlı olmalıdır. Bir də məsələn, kimlərsə öz ixtisaslarını dəyişib, yeni ixtisas bilikləri əldə etmək istəyirlər, müəyyən sahə üzrə bacarıqlara formalaşdırmaq istəyirlər, özlərində onlar getməlidir. Ən vacib məqamlardan biri, məsələn, magistraturanın 2 il olmağına ehtiyac yoxdur. Məsələn, xidmət sektorundan bağlı olan sahələr var ki, bunlar daha qısa müddətli olmalıdır. Məsələn, kitabxanaçılıq olsun, mədəniyyət olsun, eyni zamanda turizmlə bağlı olan ixtisaslar olsun. Yəni, bu qabiliyyət tələb edən ixtisasların özlərində belə 2 illik magistratura təhsilinə ehtiyac yoxdur. İnsan resursları üzrə mütəxəssis Nüsrət Xəllilovun sözlərinə görə, bəzi vakansiyalar üzrə magistratura təhsili tələb olunsa da, bəzilərində sadəcə üstünlük hesab edilir. Əmək Məcəlləsinin 48-ci maddəsi var. Həmin maddə əmək müqaviləsi bağlanarkən tələb olunan sənədlər adlanır. Həmin maddədə göstərilir ki, işə götürən işçi işə qəbul olunarkən təhsilin olması zəruri hesab edilən hallarda ondan təhsil haqqında sənəd tələb edə bilər. Məsələn, deyək ki, işçi müəllim ixtisası üzrə müraciət edir və yaxud həkim ixtisası üzrə müraciət edir. Əlbəttə ki, bu ixtisaslarda həmin deməli, sahə üzrə ali təhsilin olması vacibdir. Amma özəl müəssisələrdə ola bilər ki, işə götürən işçidən ali təhsil haqqında sənəd tələb etməsin. Yəni, əgər onun təcrübəsi işə götürəni qane edirsə, ali təhsil haqqında sənəd tələb edilməyə bilər. Mütəxəssis onu da qeyd etdi ki, işə qəbul zamanı ilk növbədə namizədin təcrübəsi, bilik və bacarıqlara əsas götürülür. Amma bəzən eyni sahəyə müraciət edən bakalavr və magistr təhsilli namizədlər arasında əmək haqqı baxımından fərqlər müşahidə olunur. Qeyd edək ki, mayın 11-də ali təhsil müəssisələrinin magistratura pilləsi üzrə qəbul imtahanının ikinci cəhdi keçiriləcək. Bu mərhələdə iştirak etmək üçün 20.549 bakalavr ərizə təqdim edib. Firuzə Məlikzadə, İlham Əkəliyeva, Xəbər Ertəsi.